Cabbar vağzala gəldi. Dostunu burada görəndə, sən məni də, atanı da, bacını da görmədən gedəcəkdinmi? Dedi. Cümləsində hansı rəqəmlərin yerində olan durğu şərtləri bilavasitə, vasitəsiz nitqlə bağlıdır. Yəni biz burada durğu şərtlərini təyin etməliyik. Hansılar vasitəsiz nitqdən bağlıdır, onları tapmalıyıq. Gəlin ilk öncə durğu şərtlərini qeyd edək. Cabbar vağzala gəldi, vergül. Dostunu burada görəndə vasitəsiz nitq başlayır. Ona görə burada qoşa nöqtəmizi qoyuruq və dırnağımızı açırıq. Sən məni də, atanı da, bacını da görmədən gedəcəkdinmi? Sual, dırnağı bağlayırıq. Dedidən əvvəl tire qoyuruq. Dedidən sonra da nöqtə qoyuruq. Demək, vasitəsiz nitq hansı hissədir? Sən məni də, atanı da, bacını da görmədən gedəcəkdinmi? Bu isə vasitəsiz nitqdir. Vasitəsiz nitqdir. Biz vasitəsiz nitqin dırnağın açıldığı və dırnağın bağlandığı yerə baxmalıyıq. Hardan başlayır? 2, 3. 2, 3 götürməliyik. Çünki qoşa nöqtə qoyulur və dırnaq açılır. Bir də sonda dırnağın bağlandığı hissəyə baxmalıyıq. Yəni dırnaq 7-də bağlanır. 7-dən əvvəl də tire qoyulur. 7, 8. 2, 3, 7, 8 sırf vasitəsiz nitqdən bağlıdır. Yerdə qalanlar nədən bağlıdır? Cabbar vağzala gəldi. Burada elə bil ki, gəldi, kim Cabbar? Yəni ki, bir fasilə, intonasiya var. Ona görə vergülümüzü qoyuruq. Sonra sən məni də, atanı da, bacını da. Burada həmcins üzvlərdir. Həmcins üzvlər olduğuna görə vergül şərtlərindən istifadə olunur. Bir daha deyirəm, vasitəsiz nitqdən bağlı olanlar 2, 3, 7, 8-dir. Yəni dırnağın açıldığı yer və dırnağın bağlandığı yerə baxmalıyıq.